Ekranda gördüğünüz 3 sözü dəqiq izah etməyə çalışacağım. Dəqiq və hərtərəfli. Birinci söz abuse. Əgər isim kimi istifadə olunubsa, sondakı səs S səsi olur. Abuse. Yox, əgər feil kimi istifadə olunursa, onda abuse, yəni sondakı səs Z səsi olur. Deməli, bu söz həm feil, həm isim kimi işlənə bilir. Abuse, yəni isim kimi mənası pis rəftar, zorakılıq, sui-istifadə, bəzən də təhqir, söyüş mənasında işlənə bilir. Məsələn, deyək ki, uşaqlara qarşı zorakılıq ciddi cinayətdir. Uşaqlara qarşı zorakılıq olacaq child abuse. Ciddi cinayət, serious crime. Cümlə halında child abuse is a serious crime. Feil kimi isə abuse zor tətbiq etmək, pis davranmaq, sui-istifadə etmək mənasındaydı. Məsələn, deyək ki, o səlahiyyətindən sui-istifadə etdi. He abused his power. Power burada güc, səlahiyyət mənasında istifadə olunur. Və ya deyək ki, heyvanlara pis davranma, zor tətbiq etmə olacaq. Don't abuse animals. İkinci söz commitment. Commitment. Mənimlə bərabər təkrarlayın ki, sözün tələffüzü də düzgün yadınızda qalsın. Mənası sadiqlik, öhdəlik, ciddi qərar, bağlılıq, bir-birindən biraz fərqli mənaları var. Ona görə də cümlədə istifadə edək ki, daha dərindən başa düşə bilək. Sadiqlik mənasında, məsələn, deyək ki, evlilik sadiqlik tələb edir. Evlilik, yəni marriage, tələb etmək, require, üçüncü şəxsin təkinə görə, marriage requires commitment. Və ya deyək ki, mən hər gün oxumağa söz verdim. Deyəcəyik ki, I made a commitment to study every day. Pacify. Pacify nə deməkdir? Sakitləşdirmək, qəzəbini azaltmaq və ya hər hansı bir münaqişəni yatırtmaq, razı salmaq, bu mənalarda işlənə bilər. Necə deyərik? O, əsəbi müştərini sakitləşdirməyə çalışdı. O çalışdı. She tried. Sakitləşdirmək, to pacify. She tried to pacify əsəbi müştərini, the angry customer. She tried to pacify the angry customer.